Bismillahirrahmanirrahim. Bəzən insanlar baxarsan ki, iki dəyəri qarşı-qarşıya gətirmək istəyirlər. Məsəl üçün, biri deyir ki, oğlu çox istəyirsən, yoxsa qızını çox istəyirsən? Abala, ananı çox istəyirsən, yoxsa atanı çox istəyirsən? Dinini çox sevirsən, yoxsa xalqını, millətini? Vətəni çox sevirsən, yoxsa öz əqidəvi? Görərsən, bəzi insanlar bu iki dəyəri qarşı-qarşıya gətirməyə çalışırlar. Həzrəti İmam Hüseyin əleyhissalam Məkkədən Kərbəla istiqamətində yol aldı Zilhəccə ayında. Və nə üçün o istiqamətdə yola düşdüyünü insanlar başa düşsəydilər, bu günlər deməzdilər. Əşi, Kərbəla önəmli deyil, əsas həccə getsinlər. Bəli, həcc mərasimi vacibdir. Buna bizim şübhəmiz də yoxdur. Buna bizim etirazımız da yoxdur. Amma məsələ bu da İmam Hüseyin əleyhissalam nə üçün getdi Kərbəlaya? Bunu başa düşsəydilər, bugün o sözləri bəzi insanlar işlətməzlər ki, əşi, ancaq həcc, Kərbəla boş şeydir. Allah axır aqibətimizi bi xətmi xeyr eləsin və bizi düşünən, təfəkkür eləyən bəndələrdən qərar versin inşallah.